Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, efirdə DTV Aktualdır. Öncə bugünkü proqramımızın qonağını sizə təqdim etmək istərdim. Qonağımız siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Sabir müəllim Şaxtaxtıdır. Xoş gördük sizi, hər vaxtınız xeyir olsun Sabir müəllim. Təşəkkür edirəm, dəvətimizi qəbul etdiniz və bugünkü proqramımızda iştirak edirsiniz. Çox sağ olun. Dəvətə görə minnətdaram. Mən də fürsətdən istifadə edib Dünya TV-ni sayğıdəyər tamaşaçılarını səmimiyyətlə salamlayıram. Hesab edirəm, onlar üçün maraqlı olan sualları cavablandıra bilir. İcazənizlə söhbətimizə başlayaq. Buyurun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı xarici siyasət və siyasətin nəticələri və aparılan xarici siyasətə olan dünyanın münasibəti. Sizə eşidək. Ümumilikdə biz qeyd etməliyik ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra, yəni o ilk illərdəki o problemlər, böhran halları, onları biz istisna olmaqla, onların üstündən keçməklə qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətinin təməl prinsipi qarşılıqlı münasibət, qarşılıqlı ehtiram, birgə inkişaf, xalqların birgə yaşayışı bu istiqamətdə köklənir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xarici siyasət istiqamətində bir neçə mühüm yeniliklər olub ki, bu dünya xarici siyasətində beynəlxalq münasibətlər üçün bir örnəkdir. Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, səmimi dostluq prinsiplərinə söykənir. Eyni zamanda Azərbaycan iki tərəfli, üç tərəfli, dörd tərəfli münasibətlərə, beynəlxalq platformada beynəlxalq təşkilatlarla əməkdaşlığa söykənir. Eyni zamanda Azərbaycan bütün dəyişməz prinsipləri ilə dünyada haqqın, ədalətin bərqərar olunmasına, yəni haqqın, ədalətin gücə çevrilməsinə, gücün haqq, ədaləti əzməsinə qarşı yönəlibdir. Sabir müəllim, dünya siyasi elitasında Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında olan münasibət, belə deyək ki, bu münasibətlə bağlı fikirlər söylənilir. Super dövlət və dünyaya səs salan Azərbaycan. Bu ölkələr arasında olan münasibət, sıx münasibət bizi də sevindirir. Və mütləq şəkildə də qeyd etməliyik ki, Trumpın cənab prezidenti olan dost münasibəti göz qabağındadır. Səmimi münasibəti göz qabağındadır. Çox sağ olun, minnətdaram. Ümumilikdə götürdükdə biz dövlət xalq anlayışlarını ayrı-ayrı baxdıqda heç bir ölkədə xalq kütləvi şəkildə dövləti idarə etmir. Yəni xalq etimad göstərir, liderlər dövləti idarə edir, ordu dövləti və liderini qoruyur. Eyni zamanda lider bu statusdan istifadə edərək ordunu, ölkəni, dövləti düzgün idarə edir. Bu baxımdan Azərbaycanın təkcə Amerika Birləşmiş Ştatları ilə deyil, Azərbaycan dünyanın bütün aparıcı ölkələri ilə, fövqəli güclərlə balanslaşma siyasəti vardır. Balanslaşma siyasəti tam şəkildə sizin dediyiniz, toxunduğunuz nüansları özündə ehtiva edir. Azərbaycan ABD, Azərbaycan-ABŞ münasibətlərinə gəldikdə isə ümumiyyətlə siyasətdə siyasi reallıqlar deyilən bir anlayış, maraqlar çərçivəsində başa düşülür. Azərbaycan böyük dövlətlərin maraqlarını, özünün dövlətçilik, milli dövlətçilik prinsiplərini qorumaq şəklində onların da maraqlarını balanslaşdıra bilir ki, bu təbii olaraq Azərbaycan tərəfindən bir cəlbedicilik deməkdir. Azərbaycan xüsusilə Müzəffər Ali Başkomandan İlham Əliyevin liderliyində 44 günlük vətən müharibəsində qazandığı rəşadətli, təmiz qələbə ilə bölgədə geopolitik vəziyyəti, geosiyasi vəziyyəti tam şəkildə formatlamışdır, yeniləmişdir. Bu yenilik təbii ki, digər dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının təkcə Azərbaycana deyil, Azərbaycanın liderliyində bölgəmizə olan marağını təmin etmişdir. Baxın, bu münasibətlərin təməlində həmin prinsiplər dayanır.
Prinsiplər nədən ibarətdir? Hazırda bütün dünyada enerji resurslarının nəql etməsi yeni formata məruz qalmışdır. Yeni formatlanmağa möhtac olmuşdur. Bu nöqteyi nəzərindən Azərbaycan üzərindən Orta Asiya, Anadolu vasitəsilə Avropaya, eyni zamanda Azərbaycan üzərindən Orta Asiya, Anadolu, Yaxın Şərq, Azərbaycan üzərindən Çin, Orta Asiya, eyni zamanda Avropa, Anadolu və Avropa magistralında yeni bir layihələr ortaya çıxmışdır ki, burada təbii olaraq Amerika Birləşmiş Ştatlarının maraqları, ekonomi maraqları, iqtisadi maraqları təmin olunur. Sadəcə olaraq bunun üçün birinci növbədə qarşılıqlı olaraq həm sərmayə yatırmaq, eyni zamanda sərmayə qoymaq üçün münbit şəraitlər formalaşmalıdır ki, dünənə qədər, yəni mövcud işğal dövründə Amerika Birləşmiş Ştatları, nə də dünyanın digər dövlətləri Azərbaycana sərmayəni həmin işğal altında olan torpaqlara təbii ki, sərmayə qoya bilməzdilər. Bu nöqteyi nəzərindən nəinki işğal altında olan torpaqlar, eyni zamanda Zəngəzur dəhlizi deyilən anlayış belə müzakirə mövzusu deyildi. Amma müharibədən sonra həmin bizim dediyimiz enerji resurslarının işlənilməsi, enerji resurslarının nəql etməsi məsələsi üçün bir dəhlizə ehtiyac var idi ki, bu da bildiyiniz kimi Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi artıq Amerika Birləşmiş Ştatlarının tam şəkildə maraqlarına uyğundur və bunun üçün artıq müəyyən bir qərarlar qəbul olunub. Eyni zamanda Azərbaycan Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında mövcud münaqişənin inkişaf mərhələsinə, mövcud münaqişənin iqtisadi əlaqələr mərhələsinə, mövcud münaqişənin qarşılıqlı olaraq siyasi ehtimal mərhələsinə keçidinə başlanılmışdır. Təməl prinsipi bunlardır. Niyə bəzi ölkələr Zəngəzur dəhlizini qəbul edə bilmirlər? Burada biz nəzərə almalıyıq ki, həmin dövlətlərin sizin dediyiniz kimi, yəni bu normallaşma prinsipini ümumiyyətlə qəbul etməyən tərəflər var. Təkcə Zəngəzur dəhlizini deyil, Zəngəzur dəhlizinin açılması məsələsinə deyil, ümumilikdə Azərbaycan, Ermənistan, Türkiyə, Ermənistan münasibətlərinin normallaşmasını, bu üç ölkədə xalqların bir-biri ilə normal münasibətlərinin formalaşmasını həzm etməyən qüvvələr var. Nə üçün? Bunlar üçün prosesin birinci növbədə səbəb bundan ibarətdir ki, həmin tərəflər maraqlıdırlar ki, bu prosesdə özləri iştirakçı olsunlar, onlar vasitəçi olsunlar. Onlar vasitəçi ola bilərdilər təbii ki, amma onlar şansı qaçırtdılar. İkinci məsələ ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bölgədə həm münasibətlərin normallaşması, sülh prosesinin ortaya gəlməsi, eyni zamanda iqtisadi əlaqələrin ortaya çıxması o tərəflər üçün arzu olunmayan bir məsələdir. Aydındır. Dünya liderlərinin Azərbaycana səfərini görürük. Eyni zamanda cənab prezidentin səfərlərini izləyirik. Bu, Azərbaycana olan böyük hörmətdən və inamdan irəli gəlir. Efiopiyanın baş naziri də Azərbaycanda oldu. Cənab prezidentlə də təkbətək görüşlər oldu. Nəinki adı çəkdiyim ölkə, eyni zamanda digər ölkələrlə Azərbaycanın bugün çox gözəl münasibətləri var. Bu da cənab prezidentin apardığı xarici siyasətdən irəli gəlir. Dünya sadəcə olaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi və yaxud da ki, yalnız qeyri-daimi üzvlərindən ibarət deyil. Dünya ölkələrindən ibarətdir. Beynəlxalq münasibət yalnız Təhlükəsizlik Şurasının daimi üzvlərindən və yaxud da ki, qeyri-daimi üzvlərindən ibarət deyil.
dünyada hər bir ölkənin beynəlxalq münasibətlərdə özünün proseslərdə yeri və rolu var. Efiopiyada bu ölkələrdən biridir təbii ki. Azərbaycanın üstünlüyü ondan ibarətdir. Azərbaycanın xarici siyasətində uğurların təməl prinsipi ondan ibarətdir ki, Azərbaycan bütün dövlətlərlə onun sadəcə olaraq gücünə və imkanına bağlı deyil, bütün dövlətlərlə səmimi münasibətlər qura bilir ki, bu da ilk növbədə həmin dövlətin, həmin ölkənin həm dünya birliyindəki yerini və rolunu, eyni zamanda onun resurslarını və digər imkanlarını düzgün dəyərləndirə bilir ki, Efiopiyada bu da ölkələrdən biridir. Məsələn, baxaq, dünyada BMT-dən sonra digər böyük təşkilatlar var. Bunlardan biri qoşulmama hərəkatıdır. Bildiyiniz kimi, qoşulmama hərəkatı Azərbaycanın ərazi bütövlüyünü, yəni bu hələ işğal dövründə 2010-cu ildə, 2012-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir təşkilatdır ki, həmin təşkilat BMT-dən sonra dünyada ən böyük dünya ölkələrini özündə birləşdirən bir təşkilatdır. Orada Azərbaycanı dəstəkləyən ölkələr kimlər idi? Azərbaycanı dəstəkləyən ölkələr içərisində təbii ki, Efiopiya da var idi. Digər ölkələr də vardı ki, hansı ki, Azərbaycan ölkələrlə iki tərəfli, üç tərəfli münasibətlər qurur. Eyni zamanda bütün beynəlxalq plan və yaxud biz bura İslam Əməkdaşlıq Təşkilatını götürə bilərik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən günümüzə qədər həm Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib, eyni zamanda Xocalı soyqırımına siyasi, hüquqi qiymət verən bir təşkilat kimi. Biz bunu tanıyırıq. Sabir müəllim, indi isə istərdim böyük qayıdışdan danışaq. Böyük qayıdış, qürurla söyləyirik bu fikirləri və eyni zamanda izləyirik, gedən prosesləri də izləyirik. İndiyənə qədər 60 mindən yuxarı Azərbaycan vətəndaşı öz evinə, öz kəndinə, öz yurduna qayıdış edib. Gedən proseslər, görülən işlər göz önündədir və cənab prezident də bütün gedən proseslərə şəxsən özü nəzarət edir. Gəlin böyük qayıdışdan danışaq. Bu günlərdə də böyük bir belə deyək ki, Azərbaycanlı öz elinə, obasına, yurduna qayıdış etdi. Buyurun. Böyük qayıdış Azərbaycanın dövlətçilik tarixində şərəf nöqtəsidir. Şərəf tarixidir. Dövlətçiliyimiz tarixinin şərəf səhifəsidir. Böyük qayıdışı təbii ki, təmin edən biz verilişin əvvəlində də toxunduğumuz kimi Müzəffər Ali Başkomandanın liderliyində qəhrəman Azərbaycan ordusunun qazandığı zəfərə bağlıdır. Böyük qayıdışı təmin edən məsələ zəfərdir. Növbəti məsələdə isə qayıdış üçün zəruri olan prosesin düzgün dəyərləndirilməsi və istiqamətləndirilməsidir. Düzgün dəyərləndirmə və istiqamətləndirmə ilk növbədə Azərbaycan vətəndaşlarının, yəni 30 ildən yuxarı zaman kəsində min bir əzabla bu günü gözləyən bizim keçmiş köçkün əhalimizin ləyaqətli şəkildə qayıdışının təmin olunmasıdır. Ləyaqətli qayıdış nədir? Ləyaqətli qayıdış üçün birinci növbədə insanların öz yurt yuvasına qayıdaraq ləyaqətli şəkildə yaşaması üçün şəraitin yaradılması. Bəli, bəli, bəli. Biz böyük qayıdış fəlsəfədir. Burada bir fəlsəfə mövcuddur. Böyük qayıdış üçün ilk növbədə orada quruculuq işlərinin tam şəkildə, qrafikə uyğun şəkildə, müəyyən olunmuş qrafik əsasında həyata keçirilməsidir. Bu, infrastrukturun qurulmasıdır, enerji resurslarının qurulmasıdır. Eyni zamanda əhalinin təhlükəsizlik şəkildə, ləyaqətli formada, təhlükəsiz şəkildə geri qayıtmasının təmin olunmasıdır. Sabir müəllim, yeni şəhərlər, yeni kəndlər yaradılır. Elə bir kəndlər, elə bir şəhərlər ki, məsəl üçün söyləyək, cənab prezidentin Xocalıda olarkən, Xocalıyı səfər etdi ailəsi ilə birgə və Xocalıda olarkən Xocalılarla görüşdü. Xocalının əvvəlki dönəmi, sonra
yəni işğalda olduğu dövr və bugün görün nə qədər fərq var. Bəli. Biz Xocalı mövzusuna toxunmazdan əvvəl böyük qayıdışın təməl prinsipində duran bir digər nüanslar var ki, onlara da mütləq toxunmalıyıq. Birinci növbədə orada həmin işğaldan azad olunan ərazidə də infrastrukturun qurulması və infrastrukturun qurulması prosesində xarici sərmayənin cəlb olunmasıdır. Hansı ki, bu özündə mühüm bir siyasi prosesləri ehtiva edir. İkinci böyük qayıdışda ən mühüm məsələlərdən biri orada həyata keçirilən qardaşlıq layihələridir. Bildiyiniz kimi, Qazaxıstan, Qırğızistan, eyni zamanda Özbəkistan bizim işğaldan azad olunan ərazilərdə, rayonlarda məktəblər tikirlər, öz vəsaitləri ilə, öz təşəbbüsləri ilə. Sonuncu bu layihə Türkmənistan tərəfindən bir məscidin təməlinin qoyulması məsələsi idi. Bu, Azərbaycanın kultur diplomatiyasının bir incə nüanslarıdır. Həmin məktəblərdə təhsil alan Azərbaycanlılar təbii ki, həm türk dövlətlərini öyrənəcəklər, onların tarixlərini öyrənəcəklər, onların ədəbiyyatlarını öyrənəcəklər. Eyni zamanda həmin ölkələrin özləri maraqlı olacaqları Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmağa. Yəni, burada bir müqayisələr ortaya çıxır. Bu müqayisə ondan ibarətdir ki, dünənə qədər 30 illik işğal dövründə qarşı tərəf, təcavüzkar tərəf yalnız dağıtmaqla məşğul olub, Azərbaycan qurmaqla məşğuldur. Və bu quruculuq işləri, bunun real nəticələrinin Azərbaycan həqiqətləri olaraq dünya birliyinə çatdırılmasında mühüm istiqamətlər olduqca belə deyək ki, əhəmiyyət daşıyır. Xocalı məsələsinə keçdikdə isə Xocalı məsələsi müasir dünya üçün bir üzqərazdır. Xocalı soyqırımında təcavüzkar tərəf bir qadına, qocaya, uşağa rəhm etmədən insanlıq əleyhinə cinayətlər törədib. Xocalı soyqırımı, Azərbaycan bu Xocalı soyqırımına ilk dəfə siyasi qiymət, siyasi hüquq qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Eyni zamanda Heydər Əliyev 94-cü ildə ifadə etdiyi erməni faşizmi ifadəsi var ki, bu gün üçün belə soyqırımın dünya birliyinə olduğu kimi çatdırılması, dünya birliyi tərəfindən soyqırım aktı olaraq qəbul edilməsi üçün bir yol xəritəsidir. Erməni faşizmi. Biz əgər diqqət etsək, sizin söylədiyiniz soyqırım memorialının açılışında Prezident İlham Əliyev də həmin ifadəni işlədərək bu soyqırımı erməni faşizminin bir həyata keçirdiyi cinayət olduğunu ifadə etdi. Eyni zamanda qeyd etdi ki, bu cinayətə görə, bu soyqırıma görə Ermənistan dövləti hüquqi, siyasi məsuliyyət daşıyır. Təbii ki, biz burada bu prosesə biz şərti olaraq Xocalıdan Xocalıya adı da verə bilirik. Xocalı soyqırımı 1992-ci ildə fevralın 26-sında törədilib. Unutmamalıyıq ki, bu soyqırımı törətməkdə təcavüzkar Ermənistanın o dövrki hakimiyyəti, o dövr bütün qüvvələri öz ətrafında birləşdirərək bir neçə məqsəd burada daşıyıblar. Birinci, əhalimizdə erməni xofu yaratmaq, işğal xofu yaratmaq. İkinci, bu 1988-ci il fevral ayının 27-sindən 28-nə keçən gecə məqsədli şəkildə özlərinin Sumqayıtda törətdikləri təxribatın il dönümündə, yəni dırnaq arasında güya qisas almaq məqsədi ilə həyata keçirdiblər bunlar. Aydındır. Səbir müəllim, təşəkkür edirəm. Çox sağ olun. Artıq bizə ayrılan efir vaxtı da sona çatdı. Minnətdaram sizə. Sağ olun. Hörmətli izləyicilərimiz, qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Sabir Şaxtaxtı idi. Bizə ayrılan efir vaxtı sona çatdı. Öz növbəmizdə sizə təşəkkür edirik və bugünə bu qədər söyləyirik. Diqqətinizə görə minnətdarıq. Sağ olun.